Ötən il Türkiyədə 937.559 uşaq dünyaya gəlib. Yenavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, son bir ildə Türkiyədə doğulan uşaqların 1797-sinin anası, 157-sinin isə atası Azərbaycan vətəndaşı olub. Məlumat üçün bildirək ki, ana və atası Azərbaycan vətəndaşı olan yeni doğulan uşaqların sayı əvvəlki illə müqayisədə artıb. Belə ki, 2023-cü ildə ana və atası Azərbaycan vətəndaşı olan 1772 uşaq doğulub və bunların da 1637-sinin anası, 135-nin isə atası Azərbaycanlı olub. Onu da bildirək ki, ötən il Türkiyədə anası Suriya vətəndaşı olan 7546, Özbəkistan vətəndaşı olan 2135, Türkmənistan vətəndaşı olan 1604 uşaq dünyaya gəlib. Son 10 ildə Türkiyədə doğulan anası və atası Azərbaycan vətəndaşı olan uşaqların sayı belə olub.